aldıqda nömrə 128. O test toplusunun mürəkkəb formasıdır. Deyir A ədədini N-ə böldükdə natamam qismətdə 7, qalıqda 5 alınır. Qalıq da burada qalır da, bilirsiniz. B ədədini N-ə böldükdə natamam qismətdə 6, qalıqda 4 alınır. Qalıq da burada qalır da, bilirsiniz. Və A plus B cəminin ən kiçik qiymətini tapın. ƏKG-sini tapın, deyir. İndi A-nı tapanda 7-ni nəyə vuracam? N-ə. Üzərinə nə gələcəm? 5 gələcəm. B-ni tapanda 6-nı nəyə vuracam? N-ə. Qalıq da hər zaman nə olur? Üzərinə gəlinir. Düz deyilmi? İndi necə eləyəcəyik? Biraz fikirləşək. A plus B-ni soruşur bizdən. A-nın yerinə nə qoyacam? A-nın yerinə nə qoyacam? 7n plus 5. B-nin yerinə nə qoyacam? 6n plus 4. Bu nəyə bərabərdir? 13n plus 9 oldu mu? Hə, müəllimlər? Bəli, müəllim. A-nın qiymətini yerinə qoydu. İndi bu 5 qalıq n-dən nə olmalıdır? Qalıq n-dən nə olmalıdır? Qalıq kiçik olmalıdır da n-dən. Elə? N böyükdür nədən? 5-dən. Bəs bu qalıq 4 n-dən nə olmalıdır? Kiçik olmalıdır da. Elə? İndi bizdən ən kiçik qiyməti. Burada n 5-dən böyük. 5-dən böyük hansı ədədlərdir? 6, 7, 8, nə bilim, neçəyə kimi. Ən kiçiyim neçədir? 6-dır. Deməli, bura nə qoyacam? 6. Burada da 4-dən böyük 5-dir, 6-dır, nə bilim, nələrdir? Ən kiçiyi soruşur bizdən də. Ən kiçiyim də neçə olacaq? 5 olacaq. Bir dəfə 13 ilə n arasında vurma var. Bir dəfə 13-ə 6-ya vurub, üzərinə 9 gələcəm. Bir dəfə 13-ü 5-ə vurub, üzərinə 9 gələcəm. O da nəyə bərabərdir? 6 açı 18 bir yadda, 78, üzərinə 9 gəlirəm. 17 bir yadda 87 eləyir. Eləm elədi. İndi 13-ü 5-ə vururam. 15, 65, üzərinə 9 gəlirəm, 74 elədi. 74 elədi. Bunu niyə götürmürəm? Çünki bu bunun içində var da. Ona görə nəyə götürürəm? 87-ni götürürəm. 87 neçə oldu? Hansı variant oldu? Y variantı oldu da. Qoy görək bunun bir dənə yoluna da baxım. Deməli 6n plus neçə tapdıq? 4 tapdıq. 7n plus neçə tapdıq? 5 tapdıq. 6a, buna da b deyək. Və buradan da a bərabərdir. İndi bunun üzərinə neçə gələk? Tamamlansın. Ortaq vuruq çıxarda bilək. 2 gələk də. 6, 4-ün üstünə 2 gələndə 6 olur. 6-nı mötərizə xaricinə çıxardıram. 1 qalırmı? 7b plus 7 oldu mu müəllimlər? Hə? Bax 5-in üstünə elə eləyin ki, mötərizə xaricinə çıxardın. Elə eləyin ki, bax bununla buradan mötərizə xaricinə nəsə ədəd çıxasın. Ona görə bunun üzərinə neçə gəldim müəllimlər? Bax diqqətlə fikir verin. 2 gəldim də. Hər tərəfə 2 gəlirəm. 6a plus 4 plus 2 bərabərdir 7b plus 5 plus 2. Niyə 2 gəldim? Çünki burada 6 olsun, mötərizə xaricinə ədəd çıxsın. Bərabərdir 6 oldu mu bu? 6-ları mötərizə xaricinə çıxartdım. A plus 1 qaldı mı? Burada da nə qaldı? 7 qaldı. 7-ləri mötərizə xaricinə çıxartdım. Nə qaldı müəllimlər? B plus 1 qaldı mı? Hə müəllimlər? İndi burada A plus 2, 6 ilə 7-nin nəyini tapmalıyıq? ƏKG-sini. Ən kiçik qiymət deyir da. 6 ilə 7-nin ən əkobunu tapacağıq yəni. Vurulsun bir dənə x ədədinə.
A plus 2, hələ x-i yazmıram. A plus 2 bərabərdir. 6 ilə 7 qarşılıqlı sadə ədəddir. Dalbadal gələn ədəddir. Yəni ardıcıl gələn ədəddir. Qarşılıqlı sadə ədədlərdir. Əkobu hasilinə bərabər olur. Yəni 42-yə. A da bərabər A plus 2 də 42-dirsə, onda nə oldu? 40 oldu mu? Ən kiçik qiymət deyirsə 40-ın yanına nə qoyacam? X qoyacam. 2 dəfə 42x çıx 2. Hə. İndi 42x qoyuram. 42x qoyuram. A da bərabərdir. 42x çıx 2 oldu. Yaxşı. X-a 1 qoyuram. Alınmır bu yolla. Ən yaxşı yol bu yoldur. Ən yaxşı yol bu yoldur. Daha yaxşı idi də məncə. Hə. Ən yaxşı yol bu yoldur. Ancaq bu yolla da alınmalıydı. Hardasa diqqət eləmirəm. 6, 7, 42, 42x. X-in da ən kiçik A plus B cəminin ən kiçik qiyməti 1-dir, 40-dır. A 40-a bərabərdir. Aha, tapdım. Tapdım. Görək, bircə dəqiqə. 42x ən kiçik dediyinə görə x-a neçə qoyacam? Ən kiçik qiymət x-in neçədir? 1-dir. A da bərabərdir. 42-dən 2 çıxdım, 40 tapdım maya. İndi A nəyə bərabərdir, müəllimlər? 6A plus 4 bərabərdir nəyə? 40-a. Elə A buna bərabərdir da. Bir dəfə də 7B plus 5-i nəyə bərabər eləyirəm? 40-a, müəllimlər. 6A bərabərdir 36-ya. Üstəgələk aşağıda çıxma olur. A bərabərdir nəyə? 6-ya. 7B plus 5 bərabərdir 40-a, 35-ə. B də bərabərdir neçəyə? 5-ə. İndi 6B5. 6B5. 6, 36, 40. Bu elədi. 47 vuraq 5, 35. 40 da bu elədi. 80, 36, 40. 6, bircə dəqiqə. A plus 1, 7, 42 bu elədi. 5, 6, 42 də bu elədi. Tapdım müəllimlər, 84 elədi. Prosto biraz qəliz gedirik. İstəyirsiniz başa salım, istəyirsiniz başa salmayayım. A-nın yerinə nə qoyuram? 6 qoyuram. 6-ın üstünə 1 gəl, 7. 7 vuraq, bunun arasında vurulma var. 6 vuraq 7, 42 elədi. Bu da 42 elədi. 42 ilə 42-nin cəmi də neçə elədi? 84 elədi. 87 eləmədi axı yenə. Nəysə, əvvəlki yolla gedin, ən yaxşı yol odur. Nömrə baxaq 129-a. Ancaq bu yolla da alınmalıydı. 30 ilə 110. 30 ilə 110. Arasındakı natural ədədlərin neçəsi 3-ə qalıqsız bölünür? Necə eləyə bilərik? Necə eləyə bilərik bunu? 30 ilə 110 arasındakı natural ədədlərin neçəsi 110 3-ə bölünürmü müəllimlər? Bölünmür. 110 daxildir da. Bu parça belə parçadırsa, deməli nədir? 110 da daxildir, 30 da daxildir. 110 3-ə bölünmür. 110-dan kiçik 3-ə bölünən ədədim neçədir? 110-dan kiçik 3-ə bölünən ədədim neçədir? 109 3-ə bölünmür. 108 rəqəmlərinin cəmliyin 3-ə bölünür. Bəs yaxşı, 30 3-ə bölünürmü? Ən kiçiyim neçədir? Bölünür. Bölünür. Bölürəm neçəyə? 3-ə. Üzərinə neçə gəlirəm? 1 gəlir. 1 gəlirəm. 108-dən 30 çıxın. Neçə elədi? 78 bölü 3-ə üzərinə 1 gəl. Neçə elədi? 26 plus 1 elədi neçə dənə? 27 dənə A variantı. Sonra nömrə 130-a baxağın. İndi elədiyimizə aiddir test toplusunda. Bax 357 prosto onun biraz mürəkkəb formasıdır. 473 üstündə 47. Ədədin sonuncu rəqəmi hansıdır deyir. 35-i nəyə böləcəm müəllimlər? 35-i nəyə böləcəm? Üstünəyə bölünür? 4-ə. 4-ə. 8 dəfə 4, 32, neçə qalıq qaldı? 3. Sonuncu rəqəmim neçədir? 7. 7-nin üstünə nə qoyacam?
3. Sonuncu rəqəmin üzərinə qoyun da sonuncu rəqəmi deyir. Üstə gələk. 3-ün üzərinə neçə qoyacağım? 47-ni nəyə böləcəm? 4-ə. 4-ə. 3 qalıq qaldı. İndi müəllimlər, 7 üstü 1-im nəyə bərabərdir? 7-yə. 7 üstü 3-üm nəyə bərabər olacaq? Üstü tək olanda nəyə bərabər olur? Üstü tək olanda nəyə bərabər? Bax, üstü 1. 1 necə ədəddir? Tək ədəddir. 3 necə ədəddir? Tək ədəddir. 7-yə bərabər olur da. Bəs 3-ün üstündə 1 nəyə bərabərdir? 3-ə. Bəs 3-ün üstündə 3 yenə tək ədəddir. Nəyə bərabər olacaq sonuncu rəqəmi? 27 üstü 3 27. 3-ə bərabər olacaq da, elə bir belə götürülür. 3 üstündə 1 nəyə bərabərdir? 3-ə. 3 üstündə 3 nəyə bərabərdir? Sonuncu rəqəmi neçədir? Üstü tək olanda neçəyə bərabər olur? 3-ə. Toplayın, neçə olur? 10 olur. Sonuncu rəqəmi soruşur. Neçə olur sonuncu rəqəmi? 0 olur. Bax, bu belə, bu qayda ilə elənir. Başa düşdünüzmü mahiyyətini? Yəni 473-ü 47 dəfə öz-özünə vuranda sonuncu rəqəm 3 olur. Məsələn, nömrə 131-də verib A bərabərdir 16 üstü M plus N. Bax, indi diqqətli olun. 24 üstü 2M plus 4N plus 6 üstə gəlinsin 39 6M plus 2N plus 5 ədədin sonuncu rəqəmini tapın. Ay müəllim, M plus N bilmirik axı nə deməkdir. Deyirəm neçə kitabınız var? Deyirsən M kitabı var. Deyirəm M kitab nədir? Bilmirəm axı. Hərflər riyaziyyatda nədir? Dəyişəndir. Bilmirəm deməkdir. İndi deyirsiniz ki, müəllim 16-nın üstü M plus N. Yəni ki, nə deməkdir? 6. 6-nın üstündə heç nə yoxdursa nə deməkdir? Elə sonuncu rəqəmi neçədir? 6-dır. Bu da 4-ün üstü neçədir? 4-ün üstü sonuncu rəqəminə baxın. 4-ün üstü nədir? 6-dır. Baxın, sonuncu rəqəm neçədir? Üstü 6-dır. 4-ün üstü nədir? 6-dır. Bu da 9-un üstü nədir? Sonuncu rəqəmə baxırsınız. 9-un üstü nədir? 5-dir. 6 plus 4 üstü 6 nəyə bərabərdir? 4-ün kvadratı nəyə bərabərdir? Müəllimlər, 4-ün kvadratı nəyə bərabərdir? Birinci başa qayıdın. 16-ya. 16-ya. Sonuncu rəqəm neçədir? 6. Üstü cütsə sonuncu rəqəm neçə olacaq? 6. 9 üstü təkdir. 9 üstü tək nəyə bərabər olundu? Qabağa qayıdın. 9-a. Neçə oldu müəllimlər? 12-nin üstünə 9 gəlin. 11, 21. Sonuncu rəqəmini 21. soruşur. Neçə oldu? 1 oldu. Bir. Bax, diqqətli olun. Nömrə baxağın neçəyə? 133-ə. 96 bölünsün A. Deyir ki, nömrə 133-də sadə ədəd olarsa A-nın ala biləcəyi natural qiymətləri cəmini tapın. 96-nın, bax məsələn, 6-nın 6-yı A-ya bölürdük. O abituriyentin testində necə vermişdi? 6-nın bölənlərini tapırdıq. Müəllim, 1-dir, 2-dir, 3-dür, 6-nın özüdür. Düz deyilmi? Belə tapdıq abituriyent testində. Bəs yaxşı, 100 ədədlə verəndə nə edirik? Sadə vuruqlara ayırırıq. 96 o qədər ədədə bölünür. Duruş saya durası deyiləm axı. Neçəyə bölünür? 48 2-yə, 24 2-yə, 12 2-yə, 6 2-yə, 3 3-ə 1. Oldu mu müəllimlər belə? Neçə dənə 2 var? 2, 3, 4, 5. 2 üstü 5 vurulsun nədir? 3-dür. 96-nın sadə vuruqları neçədir? Sadə də olarsa deyir, kəsrin qiymətidir, sadə də olsun. Neçədir? Sadə dədim neçədir? 2 ilə 3 deyilmi? Bəli. 96-nı 2-yə bölün, neçə olur? 48. 96-yı 3-ə bölün, neçə olur? 32. Oldu mu belə?
İndi bizə deyir ki, indi bizdə nə deyir? Bunların cəmini soruşur. Bunların cəmini soruşur. Neçə eləyir? 80 eləyir. Baxırsınız ki, sadə vurğum neçədir? 2 ilə 3 deyilmi müəllimlər? Ona görə 2 ilə 3-ə böldüm Bəli. də. Vəssalam. Qurtardı getdi. Sadə ədədlər, sadə vuruqlara ayırdım ki, görüm bunların içində sadə ədədlərim hansıdır, ona bölüm. Çünki aya deyir böl, aya böl. Bilmirəm axı, bunların sadə vuruqlarını ayırmalısınız ki, biləsiniz. Nömrə 134-ə baxalım. Biraz çaşdırıcı deməli, sadə vuruq, sadə bölən, onlar biraz qarışıqdır. Bax, sadə bölən müxtəlif sadə vuruqdur. Yəni ayrı-ayrı sadə vuruqdur. Eləcə Məsələn, sadə 2 ilə vuruq 3 deyirsə, sadə bax vuruqdur. məsələn, deyirəm ki, 12-nin sadə vuruğunu tap. 2, 3, 3, 1. 2-nin kvadratı vur 3 deyilmi? Sadə vuruq deyəndə üstləri Bəli, topla. Yaxşımı? Neçə bəli, olur? aydın 3 müəllim. olur. Sadə bölən deyəndə müxtəlif sadə vuruqdur. Yəni sadə vuruğum hansıdır? Müxtəlif. Ayrı-ayrı. Sadə vuruğum hansıdır? Onda 2 ilə 3. 2-dir. Ancaq sadə vuruq deyəndə müxtəlif söz işlətmir axı. Müxtəlif söz işlətdimi? Sadə vuruq dedi sənə. İşlətmədi. Ona görə 2-dən neçə dənədir? 1, 2, 3 dənədir. Yəni 2 dənə burada, 1 dənə burada, 3 dənədir. Ancaq sadə bölən deyəndə ayrı-ayrıdır. 2 ilə 3-üdür. Sadə bölən nə deməkdir? Müxtəlif sadə vuruq deməkdir. Müxtəlif nə deməkdir? Ayrı-ayrı deməkdir. Başa düşdünmü? Bəli, müəllim. Aha. Məncə bəs eləyər. Bir də sabahları, yəni qoy kaydı dayandırım.